Parlamentin sonuncu iclasında Siyavuş Novruzov Naxçıvanla bağlı bir məsələ qaldırdı. Bildirdi ki, təyyarələri az qala deyir, sərnişin avtobuslarına döndərmişsiniz. Mən stat olduğu kimi oxumaq istəyirəm. Deyir ki, söhbət Naxçıvanın hava reysləri ilə bağlı yaranmış vəziyyətdən gedir. Biz Naxçıvandan seçilmiş millət vəkilləri olaraq görürük ki, hava reysləri demək olar ki, avtobus reysinə çevrilib. Bilinmir təyyarə nə vaxt gələcək, nə vaxt uçacaq. Vətəndaş aeroporta gəlir, ona deyirlər ki, reys 3 saat gecikəcək, bilet alır, sonra məlum olur ki, bileti növbəti günə keçiriblər. Axı biz hansı dövlətdə yaşayırıq? Bugün hər kəsin mobil telefonu var, elektron sistemlər mövcuddur, yeni innovasiyalar tətbiq edilir. Heç olmasa sərnişinlərə əvvəlcədən mesaj göndərilsin ki, məsələn, reys 3 saat təxirə salınıb. Və bu problem həm Bakıdan Naxçıvana, həm də Naxçıvandan Bakıya olan reyslərdə müşahidə olunur. Lakin bunun səbəbi barədə heç kimə izahat verilmir. Vətəndaş uzaq kənddən taksi ilə aeroporta gəlir, əlavə xərc çəkir. Sonra ona bildirilir ki, uçuş sabahdır və həmin gün üçün reys yoxdur. Yaxud deyirlər ki, 3 saatdan sonra yenidən aeroporta gəlsin. Belə olan halda ya 3 saat aeroportda gözləməli, ya da geri qayıdıb yenidən aeroporta gəlməli olur. Nəticədə də 5 saata yaxın vaxt itirir. Əslində bu məsələ elə keçən ay, iyun ayında mən Naxçıvana getmişdim. Oxşar vəziyyət mənim başıma gəldi. Bileti oğlum almışdı. Oğluma mesaj gəldi ki, tutaq ki, biletlə uçuş vaxtının vaxtı dəyişdirilib. Sonra mənim yanımda mənlə ayrı vaxtda eyni təyyarəyə bilet alan bacımın qızına tamam başqa bir mesaj gəldi. Biz Ordubadın Gəncə kəndindən təsəvvürün girinç vəziyyətdə qaldıq. Saat neçə üçün gedək deyə. Bəlkə də həqiqətən də bizim bir 5-6 saat vaxtımız itdi. Naxçıvanın problemi nədir? Niyə bax bu, belə deyək, doğrudan onu avtobus reyslərinə çeviriblər və yeri gəlmişkən tamaşaçılar, bu Siyavuş Novruzovun Naxçıvandan seçilən bir deputatın Naxçıvanla bağlı qaldırdığı mənə elə gəlir ki, haqlı və eyni zamanda da çox tez-tez olmayan, yəni Naxçıvanın en qədər problemləri var, amma deputatlarımız susqundur və buna görə mən hətta təəccübləndim də. Buyurun. Mən sizə də elə o hörmətli Siyavuş Novruzova da təşəkkür edirəm. Çünki bu məsələləri gündəmə gətirmək çox vacibdir. Naxçıvanın bir dənə o, belə deyək, gediş-gəliş əlaqəsi var, kommunikasiya əlaqəsi var. Biz Ermənistanla da kommunikasiya əlaqələrini açmağı fikirləşirik. Bu istiqamətdə gözəl addımlar atırıq. Hərçənd ki, onun başlıca məqsədi yenə Naxçıvana görədir. Naxçıvana yolumuz açılsın deyə eləyirik. Amma bütün hallarda dünyanın hər yerinə getmək olur, Avropaya da getmək olur, hər yerə getmək olur. Naxçıvana nədəndirsə, indi Siyavuş müəllim deyir ki, güya bu avtobusdur, avtobus yəni bir gün ərzində gedə bilirsən də. Siz təsəvvür eləyin, mənim qaynım rəhmətə getdiyində bu şəxsi məsələ deyil. Allah rəhmət eləsin. Allah ölümlərinizə rəhmət eləsin. Bir şəxsi məsələ olduğuna görə demirəm. Bu Naxçıvanın hər birinin böyük problemidir. Çünki insanıq, ölə bilərik, heç kəs sığortalanmayıb ki, nə vaxt öləcək. Və yaxud sən qohumuna desən ki, bu gün ölmə, sabah öl, bir həftədən sonra öl, mən hələ bilet ala bilməmişəm, gəlib səni dəfn eləyəm. Yəni, belə şey yoxdur. Tragikomik. Həqiqətən. Yəni, toyu bəlkə ertələmək olar, toyu bəlkə həll eləmək olar, amma yas elə şeydir ki, onu eləmək olmur. Sən nətə deyəcəksən ki, hələ ölmə? Düzdürmü? Doğru. Yəni, mən təsəvvür eləyən ki, oraya gedənə qədər nə zülümlər çəkdim. Bir vicdanlı bir insan, indi mən Naxçıvan məsələlərini gündəmə gətirdiyimə görə, mən orada bir çox insanların xüsusi hörməti var. İndi bir çoxların xüsusi nifrəti də var, o heç. Amma xüsusi hörməti olanlardan biri bir xanım idi. Dedi ki, sən gedə bilmirsənsə, mən getməyəcəyim. İki nəfər idi, oğlu ilə getmək istəyirdi Naxçıvana. Biletini qaytardı və xahiş elədi ki, mənim biletimi yazın. Mən belə getdim. Qaynımın yasına. Siz təsəvvür eləyin, mənim qaynımın qardaşı gedə bilmədi. Mənim qaynımın o uşaqları gedə bilmədi öz dədələrin yasına. Kürəkəni gedə bilmədi. Yəni, yasına deyəndə getdilər. Yəni, belə dəfninə gedəmədilər də. Yəni, sən getməlisən, dəfn eləməlisən də. Bizim dinimiz deyir ki, bu gün öləni, bu səhər öləni axşama buraxma. Axşam öləni səhərə buraxma. Biz öz dinimizlə gediriksə, mütləq ölən günü gedib onun yanında olmalıyıq, onu dəfn eləməliyik. Amma siz təsəvvür eləyin. Deyəcəyəm, qoy mən bunu deyim. Siz təsəvvür eləyin, mənim oğlum, dedim, bala, sən qayıt evə, indi dayısının yasına, dəfninə gedir. Dedim, sən qayıt. O bir həftədən sonra
Gələ bildi. Gələ də bilmədi. Getdi yenə bilet adı o Tapa dedilər ki, səhərsi gün. Yəni artıq 8-inə gəlib çıxacaqdı. Dedim get. Vay. Yəni bu belə biabırçılıq olmaz. Naxçıvanın bir dənə yolu var. Onu da Naxçıvanların burnundan gətirirlər. Bilet tapılmır. Və bu indi ortaya çıxıbdır. Məsələn, bundan əvvəlki orada bir dəyişiklik oldu. Dedilər ki, orada bir korrupsiya olub, nə olub o. Harda azaldı mı? Azaldı. Naxçıvan azalında ki, orada o komandanı dəyişdilər. Komandanı dəyişməmişdən əvvəl yenə bilet tapa bilirdin. Düzdür, onda da problem var idi. Amma belə yox idi da. Yəni belə deyək, sən heç olmasa bu reysdə olmasa o bir reysdə gedirdin. Amma indi alırsan, bir həftədən sonra gedə bilirsən. Bir həftədən sonra getməyin də mənası qalmır. Sən yasa gedəcəksən, yasın hətta 7-si qutarır. Təsəvvür eləyin. Belə biabırçılıq olmaz. Mən hesab eləyirəm ki, indi bəzi ağzı göçəklər deyirlər ki, ay nə bilim, hər yerə belədir. Hər yerə belə deyil. Əvvəla hər yerə başqa sənin alternativlərin də var. Sən o avtobusla da gedə bilərsən, qatarla da gedə bilərsən, hər şeylə gedə bilərsən də, velosipedlə də gedə bilərsən. Mən bilmirəm, indi o nəqliyyat vasitələri çoxdur. Naxçıvanın bir dənə nəqliyyat vasitəsi var. Orada bu vəziyyət yaranmamalıdır. Necə ki, keçmiş Azər rəhbərliyi onu təşkil edirdilər, zəhmət çəksinlər, bunları da təşkil eləsin. Eləyə bilmirlər, nə yoxdurlar. Səbəb nədən qaynaqlanır? Səbəb təyyarə az ayrılır bunlara, vaxtın dəyişdirilməsi nə ilə bağlıdır? Mən məsəl üçün keçən dəfə gələndə dedilər ki, adamların yerinə yük daşıyırlar, daha çox yük daşıyırlar. Sonra keçən dəfə bir versiya eşitdim, dedilər ki, güya Türkiyədən Naxçıvana gəlib, Naxçıvandan bura uçmaq daha ucuzdur. Bunu edirlər, bizim sərnişinlər yerdə qalır. Nədir səbəb? Türkiyədən bura, Naxçıvana gəlib, Naxçıvandan bura uçmaq əvvəla Azərbaycan vətəndaşları üçün ona imkan vermirlər. Yox, türk vətəndaşlarına gedir. Türk vətəndaşları da o bahalı qiymət alırlar. Yəni Türkiyə vətəndaşı üçün azalla gəlmiş və yaxud türk hava yolları ilə gəlmiş eyni şeydir. Məsələn, olur bəzən videolar çəkib paylaşırlar o təyyarədən gələnlər. Elə olur ki, təyyarədə 3 nəfər, 4 nəfər adam gəlir. Təyyarə bomboş olur. Bomboş amma bəli, bagaj yeri yüklə dolu. Ləman xanım, bunlar bu cür vəziyyət yaratmalarının səbəbi yox, bagaja görə deyil. Nəyə görədir bəs? Bunlar qəsdən belə şərait yaradırlar ki, sabahları korrupsiya ilə məşğul olsunlar. Həmən bileti od qiymətinə satsınlar. O deyirlər ki, İran deyir ki, mən bağlayaram, nədir bu, mən Babil məndəbi bağlayaram, neftin qiyməti qalxar $200. Naxçıvanda da sırf onu həyata keçirirlər. Naxçıvanda bileti qəsdən satmırlar ki, 200 manatı aşağıdan sata bilsinlər sabah. Düzdür, hələlik eləmirlər. Niyə hələlik eləmirlər? Hələlik defisit yaradırlar. Bir müddətdən sonra biz görəcəyik ki, o defisitdən istifadə edib Naxçıvanındakı biletlərin qiymətini od qiymətinə satsınlar. Naxçıvan cəmaatı neynəsin? Yəni qalıbdı yaman günə. Bakıya gəlməlidir, bir çox məsələləri Bakıda həll edirlər, gələ də bilmir və belə deyək ki, məcburdur ki, istənilən qiymətə alıb gəlsin və yaxud qohumu ölür, istənilən qiymətə alıb getməlidir. Mən hesab edirəm ki, bu cür vəziyyətlərə qarşı dövlətin özü bir mübarizə aparmaq lazımdır, aparmalıdır. Dünən Siyavuş Novruzov məsələni qaldıranda parlamentdə Əli Əhmədov dərhal deyib ki, yox, bu hər yerdə də olur və bu daha çox hava şəraiti ilə bağlıdır. Hava şəraitində nə olub ki? Yox, indi mən məsəl üçün bir dəfə səfər elədim iyun ayında, onda hər cür şərait oldu. Həmin günü yağış yağırdı, ildırım çaxırdı. İndiki yağış yağmır. Hətta dedilər ki, ildırım çaxsa, bəli, təyyarə qalxmaya bilər. Amma doğrudur, təyyarə qalxdı. Ləman xanım, təyyarə bütün hava şəraitlərində qalxar. Öyle bir şey yoxdur. Üstəlik indi o şərait yoxdur axı. İndi gül kimin hava var, istidən adam bütün günü əlimizi açırıq göyə ki, bir bulut gəlsin, başımıza bir yağış yağsın. Yəni indi o vəziyyət yoxdur. Bunlar həmişə o vəziyyəti qəsdən yaradırlar. Yenə deyirəm, təyyarə boş gəlir. Cəmaata elə bezdirirlər ki, bileti olan da minmir, artıq da nə qədər bu başa düşmədim. Yəni daxildə hansısa bir narahatlıqları püskürməkmi, süni ixtilaf yaratmaqdırmı? Bu nə deməkdir ki, anlamadım. Naxçıvanda biləsiniz, Naxçıvanda bir
belə deyək, klanın adamları gedibdi, digər bir klanın adamları gəlibdi. Naxçıvanda, yəni mən hakimiyyət daxili mübarizədə görürəm bunu. Qəsdən bir-birini sabotaj eləyə gedirlər. Naxçıvan cəmaatının da vəziyyəti getdikcə ağırlaşır, getdikcə çətinləşir. Naxçıvan da strateji bir yerdir, Ləman xanım. Naxçıvanda insanların azalması, insanların yox olub getməsi ki, insan orada yaşaya bilməz. Necə yaşasın? Qohumu ölür, gedə bilmir yasına. Nə bilim, iş yeri yox, bütün günü nə ilə üzləşəcəksən bəlli deyil. Cəmaat da Naxçıvandan qaçıb gedir. Naxçıvanı rəsmən elə vəziyyətə gətirirlər ki, Naxçıvan boşalsın, bəlkə də orada başqa qüvvələri gətirib yerləşdirmək istəyirlər. Mən çox açıq danışmaq istəmirəm. Mən elə bilirəm, cəmaat başa düşür, mən nə deyirəm. Yəni, bu şeylərin qarşısı alınmalıdır. Bu şeylərin qarşısı alınmasa, Azərbaycanı çox böyük təhlükələr gözləyə bilər. Özdə bu təhlükələr, yenə deyirəm, təkcə Naxçıvan məsələsi olmaz, Azərbaycanın beynəlxalq dünyaya açılma qapılarının da bağlanması ilə nəticələnə bilər. Aydındır. Düşünürəm ki, hər halda parlamentdə qaldırıldı bu məsələ. Yəqin ki, təsdiqini tapar.